Hə, belə bir qabdır. İçinə su doldurur, içinə buz qoyur. Nəfəs alır, başını salır suyun içinə. Bir qalır, sonra çıxardır. Təzədən salır, çıxardır. Bu fərqli deyil, buz çəninin içərisinə girib çıxmaqla. Orada krioproteinlər əmələ gəlir. Bu krioproteinlər müstəsna halda yaranırlar. Bizi donmadan qorumaq üçün. Qalan həyatımızın digər bütün hallarında yaranmırlar. Məsələn, soyuq havada üşüyürəm, krioprotein yaranmır. Müstəsna hal. Yəni Ancaq donma əleyhinə. donma əleyhinə. O nə edir o protein bizə? Həmin an damarlarımızın, səthi damarlarımızın genişlənməsinin qarşısını alır bir müddət. Daha sonrakı funksiyası daxili orqanlara bağlıdır, xüsusən beyni qoruyur. Həmin protein beynimizi minimum oksigenə, yəni daha az oksigenə ehtiyaclı hala gətirir. O proteinlər, məsələn, indidən onu sərf eləsəz, günün birində soyuq bir yerə düşsəniz, o proteinlər tükənmiş ola bilər. Yəni boş yerə istifadə etməmək lazımdır. Yəni ondan fayda çox əldə eləmərsiniz düşünürəm. Limitlidir. Limitlidir bəli. Nə deyirəm, bir də şaxta şey. Orxan Nəslan domayı da gülərdim. O proteinin biraz daha uzun adı var. Mən bu dəqiqə xatırlamıram, amma ümumən tibbdə krioprotein.